Bizə həmişə eyni yalanı satıblar. İstəsən və çox çalışsan, mütləq bacararsan. Amma reallıq Bill Gateslərin nağılı deyil. İllərini verib sonda sadəcə kantin işlədən Həsənlərin hekayəsidir. Kitabxanalar uğur hekayələri ilə doludur. Çünki heç kim uğursuzların kitabını yazmır. Bu, sağ qalanların xətasıdır. İkinci Dünya müharibəsində bazaya dönən təyyarələri araşdırdılar. Mühəndislər qanadları gücləndirək dedi. Amma əsl həqiqəti görə bilmədilər. Düşən təyyarələr geri dönməmişdi. Yem olanlar, səsi çıxmayanlar əslində ən böyük dərs idi. Həyat da belədir. Biz yalnız zirvəyə çatanları görürük. Yolda məhv olan milyonları yox. Bir başqa tələ, Skinner qutusu. Siçovul pedala basır, yemək gəlir. O, sistemin ədalətli olduğuna inanır. Biz də pedala basırıq. Oxuyuruq, işləyirik, gecələri yatmırıq, amma həyat o yeməyi vermək məcburiyyətində deyil. Sən illərini verirsən, amma dayday balaları bir telefonla sənin yerini tutur. Həyat poker oyunudur. Amma bəziləri oyuna Royal Flush'la başlayır. Sənsə qaydaları bilmədən masaya oturursan. Zəngin ailədə doğulan uşaqla kasıb uşaq arasında 18 xallıq IQ fərqi yaranır. Yarış heç vaxt bərabər başlamayıb. Azerloteriya biletini düşün. Uğur qazanma ehtimalın o bileti tutma ehtimalın qədər azdır. Amma sistem sənə deyir, bax, bu adam qazandı, sən də edə bilərsən. Bu, sadəcə marketinqdir. 30 yaşdan aşağı milyarderlərin heç biri sərvətini sıfırdan qazanmayıb. Hamısı mirasdır. Bəs biz nə edək? Depressiyaya düşək? Xeyr, həqiqəti qəbul edək. Uğursuzluqdan qorxma. O, həyatın təbii parçasıdır. Uğursa sadəcə bir istisnadır. Ən yaxşısı olmalıyam yalanını burax. Sadəcə olmaq yetərlidir. Çarəsizlik pis deyil. Ən güclü motivasiya B planının olmamasıdır. Başqalarının hədəflərini qovma. Öz həqiqətini tap. Həsən kantin işlədir. Amma bəlkə də o, Bill Gates'dən daha realdır. Bu kanal sənə milyonlar qazandırmayacaq. Amma sənə özünü günahlandırmağı dayandırmağı öyrədəcək. Həyat pedala basmaq deyil. Həyat nəticəyə baxmadan rəqs edə bilməkdir. Qalx, çalış, uğursuz ol və sonra yenidən yaşa.